Gəlin bu sualı birlikdə həll edək. Sualda bizə deyir ki, təzə meyvə qurudularkən öz kütləsinin 82%-ni itirir. Bu meyvədən nə qədər götürmək lazımdır ki, 27 kiloqram meyvə qurusu alınsın? İlk zümrədən başa düşürük ki, 82%-ni itirir. Bu da o deməkdir ki, 100%-dən, yəni hər şeyin tamı 100%-dir. 82-ni çıxsaq, yerdə qalır 18%. Demək, 18%-i qədər meyvə qurusu alınmalıdır. Onda gəlin tənasüb quraq. 18%-ə 27 alınıbsa, 100%-ə də, yəni ümumilikdə nə qədər götürməliyik? X. Tənasübü də çarpaz həll edək. X-in çarpazındakı məxrəcə düşür, digərləri də vurulub surətə. 18 ilə 27-ni 9-a ixtisar etdik. Burada qaldı 2, burada 3. 2 ilə 100-ü də 2-yə aparsaq 1 qaldı, 50 qaldı. 50-ni də 3-ə vurduqda cavab olar 150 kiloqram. C variantı.